Salamlar. Bugün sizinlə Novruz süfrələrinizi özəl, heç yerdə görmədiyiniz, özümüzə məxsus fərqli bir reseptlə bəmbəyaz, ağızda ovulan, super ləzzətli şəkərbura resepti paylaşırıq. Şəkərburanın içliyi üçün təmizlənmiş halda ümumi çəkisi 500 qram ləkəni badam maşınından keçirdib üyüdürük. Üzərinə 450 qram narın şəkər tozu və yarım çay qaşığı hil əlavə edib yaxşı qatırıq. 5 qram çəkisində, yəni təqribən bir iri qabıqlı fındıq böyüklüyündə yaş mayanın üzərinə xəmiri yoğurmaq üçün götürdüyümüz ümumi 200 ml süddən 1-2 çay qaşığı əlavə edib mayanın südün içərisində həll edirik ki, xəmirdə bərabər paylansın. Yaş maya yoxdursa, siz 1 silə çay qaşığının 1/4 hissəsi qədər quru maya götürün. 1 kiloqram ələnmiş una 1 çay qaşığı şəkər tozu və 1 çimdik duz qatıb, üzərinə 4 ədəd yumurta sarısı, süddə həll etdiyimiz mayanı, 450 qram otaq temperaturunda yumşalmış kərə yağı və südün qalan hissəsini əlavə edib bərk xəmir yoğururuq. Burada bir neçə incəliyi də vurğulamaq istəyirəm. Yağı əritməyin, əvvəlcədən çıxarın, isti bir yerə qoyun, yumşalsın. Əgər ərisə, onda unu çox aparacaq, xəmir axacaq, düz alınmayacaq. Şəkərburanın ağ alınmağını istəyirsinizsə, kənd yumurtası deyil, dükan yumurtası götürün və bir də baxın, ağ rəngli yağ götürün, kərə yağı. Südü də ehtiyatla əlavə edin. Bizdə südün hamısı getdi xəmirə, amma ola bilər ki, yumurtanın ölçüsündən, unun nəmliyindən asılı olaraq biraz az da gedə bilər. Gördüyünüz kimi belə bərk, ələ yatımlı plastilin kimi xəmir yoğururuq. Bu ovuntulu xəmirdir. Yəni şəkərburası da ovuntulu alınır. Çox ləzzətli olur. Yəni digər xamalı xəmir kimi hamar olmur xəmir, amma ələ yatımlıdır, plastilin kimidir. Ən önəmli məqam. Şəkərbura xəmirini yoğuran kimi gözlətmədən işə başlamaq lazımdır. Hətta siz tək hazırlayacaqsınızsa şəkərburanı, köməyiniz yoxdursa xəmirin 1/3 hissəsini kəsin, qoyun kənara hazırlamaq üçün. Qalan hissəni paketin içərisinə qoyub soyuducuya yerləşdirin ki, xəmir kənarda qalıb mayalanmasın. Çünki mayalananda xəmir sözə baxmır. Yəni sobaya verəndə o şişir xəmir, sobaya verəndə kənara açılır, naxışı itir. Bu halların baş verməməsi üçün onu mayalanmağa qoymuruq. Biz onsuz da oyun işləyəndə, yayanda, bükəndə, naxışlayanda xəmir kifayət qədər mayalanır. Bu qədər bəsdir. Xəmirin kənarda saxladığımız hissəsindən 40 qramlıq kündələr tuturuq. Kündəliyib yığırıq və üstünü örtürük ki, qurumasın. Sonra ilk tutduğumuz kündədən başlayaraq onları 10 sm diametrində armudu stəkan nəlbəkisinin ölçüsündə yayırıq. Dediyim kimi bu xəmir ovuntulu xəmirdir. Digər xəmir isə hamar. Digər xəmiri yayanda kənarları hamar olur. Bunu yayanda azacıq kənarlarından çatlar olur. Amma bu sonradan çox gözəl ələ yatımlı şəkildə kənarda bükülür. Biz şəkərburanın kənarına bükəndə su vurmuruq, açılmır da və şəkərburanı da deşləkləmirik. Bunlara ehtiyac duymuruq. Çox gözəl də olur. Kündələrdən 7-8-ini yaydıq. Bu şəkildə üst-üstə yığdıq. İndi bir-bir onları götürürük. Baş barmağını işarət barmağının arasına yerləşdirib hər şəkərburanın içinə biz içliyi çox qoyuruq. Dolu-dolu olur. Qutu kimi qalır. Gözəl olur. Hər şəkərburaya bir desert qaşığı yarım içlik qoyuruq. İçliyi qoyduqdan sonra əlimizlə səliqəyə salırıq. Biraz presləyirik və sonra kənarlarını bağlayırıq. Dediyim kimi biz su vurmuruq. Yəni elə görmüşük. Heç ehtiyac da yoxdur. Yəni ki, problem deyil.
Kənarlarını möhkəm bağladınız, kifayətdir. Bir də fikir verin ki, içlik kənarına bulaşmasın. Yaxşı möhkəmləndirin kənarlarını və sonra bükürük. Kənarlarını bu şəkildə sıxıb qatlayaraq gördüyünüz kimi bükürük. Şəkər buraları bükdükdən sonra üz aşağı masanın üzərinə qoyuruq ki, həm özünü tutsun, naxış üzərində yaxşı qalsın, həm də ki, üstü qurumasın naxış vurana qədər. Və üstünü də paketlə örtürük ki, xəmir qurumasın. Bu qaydada bir neçəsini bükdükdən sonra naxışlamağa başlayacağıq. (7-8 ədəd şəkərburanı bükdükdən sonra ilk bükdüyümüz şəkərburadan başlayaraq şəkərburaların üzərinə naxış vururuq. Şəkərburanı bükən kimi naxışlayanda üstündə naxış tutmur. O gərək biraz gözləsin, dincəlsin ki, naxış tutsun üstündə. Biz bu dəfə sadə cınağı naxış vuracağıq, amma kanalımızın izləyiciləri bilirlər ki, bizim İlk izləyicilərimiz ilk dəfə Novruz şirniyyatlarını internetdə biz Ağabba kanalı paylaşmışıq. Bizə qədər heç bir şirniyyat yox idi YouTube'da. Düzgün, qaydasında ən gözəl videonu ilk dəfə biz yerləşdirmişik internetə. Sizin ixtiyarınıza vermişik o gözəl reseptlərimizi. Bilirik ki, çox düzgün dəqiq reseptlərdir. Sizin də köməyinizə çatır. Və bu qaydada naxışımızı da vururuq və şəkərbura naxışlarını 5-6 cürə naxışı da biz sizinlə paylaşmışıq. Kanalımızda var elə bir videoda. Kim fərqli naxışlar istəsə o videonu da izləyə bilərsiniz. Artıq işimiz bitdi. Yoğurduğumuz xəmirin hamısını hazırladıq. Bizim 43 ədəd 40 qramlıq şəkərburamız alındı. Və şəkərburaları da hazırladıqca soba listinə düzürük və qoyuruq sərin yerə. Bu qızdırıcı yanmayan bir otaq da ola bilər və yaxud da eyvana da qoya bilərsiniz. Üstünü örtmürük. Açıq vəziyyətdə qoyuruq. Açıq vəziyyətdə qoyuruq ki, üstü qurusun. Şəkərburalar qurumalıdır ki, naxışı gözəl qalsın. Və ilk hazırladığımız şəkərburalardan başlayaraq əvvəlcədən isidilmiş 160 dərəcəli sobada 23-25 dəqiqə bişiririk. Bizim soba qaz sobasıdır. 23-25 dəqiqəyə hazır olur 160 dərəcədə. Amma sobalar müxtəlifdir. Ola bilər sizin sobanızda daha az temperaturda pişsin. Buna da diqqət edin. Şəkərburaların ilk listini sobadan çıxartdıq. Görürsünüz necə bəmbəyazdılar, möhtəşəm alınıb. Necə qutu kimi qoymuşduqsa sobaya, elə də qutu kimi çıxartdıq. Nə ağzı açıldı, nə naxışı itdi, göz qabağımdadır. Xanımlar adətən göyərmədən şikayət edirlər. Ona görə göyərir ki, şəkərburalar. Siz onu sobada tam bişmədən tez çıxarırsınız. Tam bişməlidir, narahat olmayın, bişirin tam. Ağarana qədər bişirin. Biz indi şəkərburaların qalan hissəsində bişirəcəyik. İndi gecdir. Səhərə qədər üstünü bir parça ilə örtürük. Qalır soyur. Səhərsi günü həm kəsib birini sizə göstərəcəyik ki, necə gözəl alınıb içərisini də. Həm də tam soyandan sonra səhərsi günü yığırıq qazana, üstünü
Polietilen paketlə örtüb qapağını qoyuruq. Bu şəkildə sərin yerdə saxlayırıq. Əgər videonu bəyəndinizsə, like etməyi də unutmazsınız inşallah. Şərhlərinizi gözləyəcəyəm. Və bu videonu yaxınlarınızla, tanışlarınızla paylaşın ki, videonu daha çox insanlar görüb faydalansınlar. Çünki çox əla bir reseptdir. Kəsib də sizə göstəririk. Bu qədər hələlik.